Hello everyone. Salam herkese. Bugünkü dersimiz 5. sınıf dersliyindendir. Unit 6, Lesson Writing, bölme 6, ders yazı. Exercise 1, tapşırık 1. İlk önce uşaqlar biz tekstimizi dinleyek, daha sonra birlikte tercüme edip tapşırıkları işleyek. My ideal school. This is it. At my ideal school, we study art, music, and math. I love math. We don't study history, geography, or science. We use our cell phones when we like. It has a cafeteria. We eat hamburgers, pizzas, and ketchup. There's a gymnasium for all sports and a library. Books are awesome. It doesn't have a science lab. I don't like science. What's your ideal school? Does it have cool things? Bye! My ideal school, mənim mükəmməl məktəbim. This is it, bu odur. At my ideal school, we study art, music and math. I love math. Mənim mükəmməl məktəbimdə biz rəsm, musiqi və riyaziyyatı öyrənirik. Mən riyaziyyatı sevirəm. We don't study history, geography or science. Biz tarix, coğrafya və kimya dərslərini öyrənmirik. We use our cell phones when we like. Biz istədiyimiz zaman mobil telefonlardan istifadə edirik. It has a cafeteria. We eat hamburgers, pizzas and ketchup. Yeməkxanası var. Biz orada hamburger, pizzalar, ketçaplar yeyirik. There's a gymnasium for all sports and a library. Bütün idman növləri üçün idman zalı və bir kitabxanası var. Books are awesome. Kitablar möhtəşəmdir. It doesn't have science lab. I don't like science. Orada kimya laboratoriyası yoxdur. Mən kimyanı sevmirəm. What's your ideal school? Sənin ideal, yəni mükəmməl məktəbin nədir? Does it have cool things? Orada əla şeylər var. Bye. Sağ olun. Tapşırığa keçməzdən öncə istərdim burada çəhrayı lövhənin içərisində olan qeydi oxuyaq. Look, baxın. In the presentation, use icons to help people understand your message. Təqdimatlarda ikonlardan istifadə etmək insanlara ismarcı anlamağa kömək edir. Yəni uşaqlar, biz ismarcın sonunda gülümsəmə, kədərli, eyni zamanda ürək, X kimi ikonlardan istifadə etməklə mesajımızın məzmununu izah edirik. Məsələn, bir mesajın sonunda biz kədərli bir ikon qoysaq, bu məzmunu, yəni kədər olduğumuzu bildirir. Eyni zamanda X qoyarsaq bəyənmədiyimizi, ürək qoyarsaq bəyəndiyimizi ifadə olunur. Ona görə də bu ikonlardan istifadə etmək bizə mesajımızı, ismarcımızı çatdırmağa kömək edir. Exercise 1. Tapşırıq 1. Read and listen to the presentation. Təqdimatı oxuyun və dinləyin. Answer the questions. Sualı cavablandırın. How many words are there on each slide? Hər slaytda neçə ədəd söz var? Yəni bizim baxdığımız bu slaydla 1, 2, 3, 4 fərq etmir. Hər birində neçə ədəd söz varsa, biz onları qeyd edəcəyik. Məsələn, birinci. Baxırıq ki, my ideal school. 3 ədəd söz olduğuna görə burada qeyd olunub 3. Digərlərini isə biz özümüz qeyd edəcəyik. İkinci slaydımızda bizim 16 ədəd söz var. Bunu qeyd edəcəyik. Hər birini tək-tək sayaraq qeyd edə bilərsiniz. Sizə rahat olması üçün qeyd edirəm.
Üçüncü slaydımıza baxırıq biz. Üçüncü slaydımızda bizim 7 ədəd söz var. Dördüncü slaydımızda təbii ki, hər birini tək-tək sayacaqsınız. Burada bizim 8 sözümüz var. Beşinci slaydımıza baxırıq. Burada kifayət qədər çox söz var və tək-tək saysaq 32 ədəd söz var. Və son olaraq 6-cı slaydımızı tək-tək saysaq görəcəyik ki, burada 10 ədəd söz var. Beləliklə, birinci slaydı özləri qoymuşdu 3, ikincidə 16, 3də 7, 4də 8, 5də 32, 6da 10 sözümüz var. Keçək ikinci tapşırığa. Put the slides numbers in the correct place in the chart. Cədvəldə slaydların nömrələrini düzgün formada yerləşdirin. Yəni, uşaqlar, bizim birinci slaydımız, birinci təqdimatımız nə haqqındadır? Təbii ki, burada uşaqlar başlıq idi. İlk öncə teksti təqdim edərkən mövzunun nə olduğunu, My Ideal School, mənim mükəmməl, yəni ideal bir məktəbim adı buydu. Digər slaydlarımız nə haqqındadırsa, onların rəqəmlərini qeyd edirik. Introduction, yəni giriş. Giriş təbii ki, bizdə ikinci slayd olacaq. Onu qeyd edəcəksiniz. Yəni, mövzunun nə haqqında olduğu giriş olaraq veririk. Daha sonra isə mövzumuz geniş, ətraflı məlumat veririk. Bu isə olacaq, uşaqlar, 3-cü, 4-cü, 5-ci slaydımız. Və son olaraq 6-cı biz yekunlaşdırırıq. Burada yekun olaraq fikrimizi ifadə edirik. Bir daha təkrar edirəm. Biz ümumiyyətlə tekst yazarkən, hər hansı bir mətin yazarkən birinci mətnə giriş veririk. Giriş fikrimizi, mövzumuzun adını qeyd edirik. Daha sonra mövzumuzun girişində biz nədən bəhs edəcəyimizi qeyd edirik və daha sonra mövzumuza uyğun olaraq məlumatları qeyd edib, son olaraq isə yekunlaşdırırıq fikrimizi və bunu da uşaqlar bizə slaydda necə verilibsə, onları rəqəmlər olaraq qeyd edirik. Bu formada qeyd etdik. Daha sonra 3-cü tapşırığa baxırıq. Plan a presentation about your ideal school. Öz mükəmməl məktəbiniz haqqında bir təqdimat planı hazırlayın. Think about the subjects you study and the places in a school. Məktəbdəki təhsil aldığınız fənlər, eyni zamanda yerlər haqqında fikirləşin. 2-də make short notes on each slide. Hər slayda qısa qeydlərinizi qeyd edin. 3-də write the first version of your presentation. Təqdimatınızın ilk formasını yazın. Təbii ki, uşaqlar, biz təqdimat yazarkən ilk öncə bu qaralama formasında fikirlərimizi yazırıq və daha sonra biz bunu tam olaraq səhvlərinə, durğu işarəsinə, hər bir şeyə diqqət edərək yekunlaşdırırıq. Ona görə burada bildirilir ki, yəni təqdimatınızın ilk versiyasını yazın. Bu formada elə birinci tapşırığa uyğun nümunə olaraq da yaza bilərsiniz. Nümunə kimi birinci tapşırıq verilibsə, ona baxaraq da başqa bir slayd hazırlaya bilərsiniz. 4-cü tapşırığa baxırıq. Change presentation with a partner and check his her work. Öz təqdimatınızı yoldaşınızla dəyişin və onun təqdimatını yoxlayın. Use the checklist below. Aşağıdakı listdə yoxlayın. Yəni, aşağıda bizə qeydlər verib, həmin bizim tekstimizdə nələr olmalıdırsa, bunları yoxlayırıq ki, biz yoldaşımızın yazdığı tekstdə, yəni mətndə bunlar var, yoxsa yox. Number of slides, yəni slaydların rəqəmləri. 2. Title, introduction, information and conclusion. Başlıq, giriş, məlumat və son. Bayaq qeyd etdiyim kimi biz mətn yazarkən həmin mətnə ad veririk. Mətnə giriş, həmin seçdiyimiz mövzu haqqında məlumat, son olaraq isə yekun olur. Və bunları yoxlayır ki, yəni bunlar var, yoxsa yox. Bəzən uşaqlar ad vermirlər, konkret məlumat paylaşırlar. Bu düzgün deyil. Biz ilk öncə nə haqqında danışacağımızı qarşı tərəfə bildirməliyik. Daha sonra həmin məlumat haqqında danışmalıyıq. Məsələn, kitablar haqqında danışmaq istəyiriksə, biz ilk öncə mövzumun adı My Favorite Book,
Məsələn, mənim sevimli kitabım və kitabları niyə görə sevdiyimi giriş olaraq, hansı mövzunu seçdiyimi giriş olaraq bildirirəm. Daha sonra həmin kitab, məsəl üçün bildirirəm ki, mənim sevimli kitabım macəra kitablarıdır. Macəra kitabları haqqında giriş edirəm. Daha sonra niyə görə macəra kitablarını sevdiyimi məlumatı paylaşıram və son olaraq öz son fikirlərimi qeyd edirəm. Yəni bunlara diqqət etmək lazımdır. İşte number of words in each slide. Yəni hər qısa qeydində, hər slaydda qeyd etdiyim neçə ədəd sözdür. Yəni 6, 7, 8 neçə ədəd söz varsa onların rəqəmlərini qeyd edirəm. Images, yəni şəkillər. Hər şəkildə, hər slayda uyğun şəkillərin neçə ədəd şəklimiz varsa onları da qeyd edirik və icons da bildiyimiz kimi uşaqlar smayliklərdir ki, biz ismarcımızın sonunda qeyd edirik və bunları da yoldaşımız yazır. Biz yoxlayırıq ki, görək bu qeyd olunanlar həmin yoldaşımızın yazdığında var, yoxsa yox. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.